2 iyul Pirşağı bağındayım. Qəhrəman dayı. Bizim nəslimizin böyük ağsaqqalı. Hə, Allah canı sağ olsun. Həmişə biz Pirşağıya bəs 10 bağını yemişik. Elə 10 bağında da böyümüşük. Tutun elə izi qalıb üzümdə. Hə, və bu bağda nələr var bir balaca tanış eləmişsiniz. Mən demək olar ki, bağda böyümüşəm. Baba. Bəh. Maşınları göstərirəm. Açara bax ey sən. Bu açar hara, bu açar hara. Hə qızım? Çıxırsan? Dən gəlim səni çıxardım oradan. Açaram qəhrəman da. Narahat olma. Gəldim. Hə, tuta bilmədin? Eybi yox. Sonra qorxarlar, ürəklər patlayar. Qoy keçsinlər. Dirildici yox. Mən bağlayalım. Bakın, elimde şey var. Bağladım. Gel diye ben bağlayayım. Gel ya. Melaş, hara gelsən? Gəl bura. Gəl bura, sənə bir gönələr göstərəcəm. Burada lobya var, paxla lobya. Sonra pomidorlar var. Uşaq olanda bu üzümlərdən nə qədər yedim. Bundan özü burada çox idi. İndi azalıb. Reyhanlar, pomidorlar, biberlər. Bəh. Sizin üçün biraz qorxuram. Çünki əvvəllər buralarda ilan zor yox idi. İlan deyəndə ki, Bakılılar ilana şoğarib deyir. Əmbəqo deyir, şoğarib deyir. Çəyirtkələr də yaman çoxalır. Baba, bu panikdə mənim uşaq olanda nə qədər pomidor olurdu. Günorta vaxtı, bağda kim çörək yiyir? Günorta vaxtı götürürdüm bir damcı çörək, səhərdən qalan, zaftıqdan qalan çörəklərdə. Götürürdüm, qəşəng isti çörəklər olurdu. Götürürdüm çörəkdən, düşürdüm bağın canına, panikin canına. Harada tapdım pomidor, yiyirdim. Bir damcı salfetkanın içində duz götürürdüm. İndi ayaq-yalınam, özdə bu əncir ağacı, böyük əncir ağacı idi. Böyük əncir ağacı idi. İndi balacalaşa. Məndə videolar var, görüntülər var ki, nə boyda. Bu ev, mənə gəl ki, elə bağ belə olmalıdır. Əsl bağ budur. Ayağın quma deyməlidir. Ayağın ki, piltəyi deydi, asfaltın üstündə gezdin heç. Ayaqlarım olurdu nə boyda. Hə? Necəsən? Hə? Nə olub? İsti deyil sənə də. Hə, acımı sana yaxşı. Birazdan yemək vaxtıdır. Birazdan. Gözlə. Hə, nə olub sənə? Onu çıxardırsan, ha? Canım ayca. Uşaqlar buradadır, yoxsa açıb buraxarıq sənə. Burada da bizim toğlar. Bəh. Burada retro maşınlar var ki. Gələm. Gələm indi. Yemək vaxtıdır. O qədər belə qışqırırdılar ki, ay aşqa gəl. Yemək vaxtıdır. Gəl yemək ye, o da bəsdir də. Bütün günü bağda silənirdim. Bütün gün bağda silənirdim. Bax. Maşınlara baxaysan. Burada da biraz böyük cücələrdir. Maşınlar əməlli başlı retro maşınlardır. Bunları prosta biraz əl gəzdirmək lazımdır. Əl gəzdirsən, bu 8. Ay can, 21'e bak. Canım ay can.
Hey səndən ha 21. 21 sevirəm də 21-i. Ümumiyyətlə mən retro maşınları xoşlayanam. Öz yerində. Bax bu maşın var ha. Bu maşının İminnoy baba bu yerində, bax burada. Mən uşaq vaxtı nə qədər getmişəm. Dənizə getmişəm. Dənizdən gələndə bu vaxtda bir dənə it var idi, Rex. O Rex'i salırdıq ora. Apardıq onu dənizə çimməyə. Niyə var? Can. Niyə ki? Bildim də, o qalıb da, hələ getmirik ki. Laf getsəydə o qalıb da, bağda qalır da. Aycan, aycan. Galinvagen'dir ya. O vaxtın Galinvagen'i, Galiki. O vaxtın verisi. Hə. Ah tut. Sən iri tut. Baba xar tut da, illərin xar tutudur. Uşaqlıq belə keçir. Bağda. Cavanina. Cavanina mənim qardaşım oldu. Canım ciyərimdir. Canım ciyərimdir. Özü də evlənməyə hazırlaşır. Burada da basen. Əvvəl burada mən uşaq olanda qarpızlar əkirdik. Qarpız. Mətanət! Necəsən? Qara bala, baxım sənə. Ağa qara. Qızım. Nar ağacları, sentyabrda qəşəng. Nar ağacları. Gəldim, bebek, gəldim. Yemək vaxtıdır. Yəni tut. Yemiş şeye qalmayıb. Qalsıb lənsi göstərirəm, nə boyda olur, tut. Yəni görüm. Harada da tut. Gözümlə gördüyümü indi kamerana göstərə bilmirəm. Gəldik. Günlər. Gəlin. Fayton. O vaxtın faytonlarına. Canı. Hə. Nə danışsan abi? Nədən deyirsən? Nə deyirsən? Deyirəm ki, hər şey yaxşı olur. Düzələr? Düzələr, hər şey qaydasında olur, Allahın kimi ilə. Sənin ürəyin düz olsun, hər şey yaxşı olacaq. Amin. Hər şey yaxşı olar inşallah. Bəli, başqa variantı yoxdur. Hər şey yaxşı olmalıdır. Bildir ki, verirəm. Gəldim mi? Gəldim. Amma mən çəkmirəm, bu qurtdalıqlar var. Sənə çəkməyim? Nə işlərlə məşğulsan? Balığa şeylər yox. İrə şeylərdir bunlar, balığa. Neynirsən? Qurt saxlayırsan? Balıqları incizdirsən? Balıqları birazdan da göstərərəm. Bəh. Burada bilyard var idi əvvəl. Utağı da çəkişəm biraz. Nə var, nə yox orada? Çəkimlər. Gəldim hissə çəkəm. Basen üstü var. Mətanət basen görüb, Mətanət basenlə çıxar heç. Gəl, düşür indi. Hadi bir... Bu da əvvəl buradan sonra. Əvvəl bilyard otağı idi. Mən əvvəl həmişə deyə burada yatırdım. Bu pəncərənin qırağında. Natif bibimin oğlu orada. Allah rəhmət etsin. Zamir bibimin oğlu ortada.
yatırdı. Bunlar da burada heç kəs. Bura ancaq bilyard var idi. Ortada bilyard olurdu. Burada da pəncərələr yox idi, şüşələr yox idi, açıq idi. Qəşəng. Səhərin, həmişə səhərin olur, açıq olurdu. Azali bir. Qəzəli birdir bu. Azali bir. Orada quşxanaya bax. Qonşunun həyətində quşxana. Göyərçinlər. Bəh, bəh, bəh. Bunlar qəşəng restavasiya eləmək olar. Deməli, şeydə bir dənə qəşəng veriliş var. Baxıram ora. Köhnə belə maşınları alırlar. Hükümet alır da. Allah qəşəng onları düzəldirlər. Retro. Düzelmirler. Yo, onlar düzəldirlər. Ya, Əməlli ya. başcan verirlər ona. Bax bu maşın şey deyə. Maşa Medveddə Volkların maşını. Adı nədir bunun, Rafitə? Latve nedir? Onun znakına bax. Üstündə maşındır. Mən bilmirəm. Ancaq onu Maşa Medveddə görmüşəm. Uşaqlar mutika baxanda. O adını kim bilirsə yaza bilər. Ah. Qapısının biri yoxdur. Ayda arılara bax. Ay, bu da sabahdır. Hoşuma gelir baba. Vay, zordur. Ama yeni maşın değil. O qəşəng düzəltdirib dənizə adası eləsə. Kabrioletdir. Yeni. Ama üzerine şeti. Ucu çöyü. Niyə? Qəşəng qoz kimidir o, bir daha. Biraz prosto buna qaşıma, düzəltməyə. Açarına bax. Olduğu kimi qalıb. Görən deyir, nədir bu? Kinə qasdır, nədir bu? Çox əlləşmə onsuz da. Metallama gedir bu. Orada da Spağa müəllimin acinoşkasıdır. Spağa! Ha, Spağa! Spağa. O üstündən sayırsan da salağından. Üstündə deyir, xallarını sayırsan, xətlərini sayırsan. Nə qədərdirsə? O. Züreydi ya, spağlıq eləmir ha. O bizə o gönüz gedib balaca ya. Elə deyən tutub verib gözə yiyəcək. Bir dəqiqə çaşdı bu deyil. Gönə gödürü. Oydu. Tut yiyir. Sağ olun. Buraya. Bu tutu mən də yiyərəm də. Beynim əzildi deyir. Beynim əzildi. Mən düzəlt. Ona yatırlar. İyi daha. Olur deyil. İyi görək.
Görsene bu dili var. Oo. Dili uzun demişim. Bunlar bilirsən neçə il yaşayırlar. 300 il. Deyirlər, bunlar tutmağa nədir gətirmirsən? Arxada düşdü xəbər. Məndə. Çayında gəlin bir yerdə. Öcə qaranlıq düşdü. Samavar çayını içdinsə, yavaş-yavaş evə getməyin vaxtıdır. Ya da yatmağın vaxtıdır. İndi itirən tərəfə, yoxsa işıq gələn tərəfə? Hər halda işıq gələn. Evet.